əziz abituriyentlər və müdavimlər. Bugün sizinlə baxacağımız hissə dayaq hərəkət aparatına aiddir. Onurğamızda bilirik ki, 4 dənə əyrilik var və 4 əyriliyin 4-ü də ontogenezin müəyyən aylarında formalaşır. Gəlin bunu necə asan yadda saxlamaq olar və bunlar hansılardır qeyd edək. Keçək izaha. Deməli 4 ədəd əyrilik mövcuddur. Bunların birincisi boyundur, ikincisi döşdür, üçüncüsü beldir, dördüncüsü omadır. Və bu əyriliklər ontogenezin müəyyən yaş dövrlərində meydana çıxır. Yəni müəyyən aylarında meydana çıxır. Ontogenez nədir? Mayalanma anından öldüyümüz ana qədər olan inkişaf prosesidir. Və bu ikisiyə ayrılır. Embrional və post-embrional. Embrional dövr yumurta hüceyrə ilə spermatozoidin mayalanması anından başlayır. Ta ki uşaq doğulub, göbək kəsilib, sərbəst nəfəs alacaq ana qədər davam edir. Bu adlanır embrional inkişaf. Post-embrional inkişaf isə bunun davamıdır. Yəni uşaq doğuldu, göbək kəsildi, artıq təmiz sərbəst şəkildə nəfəs ala bilir və öldüyü ana qədər olan inkişaf dövriyyəsidir. Bu da post-embrionaldır. Bu canlılarda da belədir. Canlı heyvanlarda da, məsələn, yalnız insanda deyil, embrional və post-embrional inkişaf. Deməli, bu zaman uşaqlarda boyun əyriliyi meydana çıxır. Uşaq doğulur. Doğulan andan 2-ci ayında artıq nə meydana gəlmiş olur? Boyun əyriliyi. Məsələn, körpə uşaqlarda deyirlər ki, boynunu yaxşı tut, boynunu əymə, çalış boynu düz olsun. Bu ifadələrin mənası nədir? Çünki o uşaqda boyun əyriliyi formalaşmayıb və bu 2-ci ayda formalaşacaq. Bu ontogenezin, yəni həm post-embrional, həm də embrional inkişafın neçənci aya təsadüf eləyir? Embrional 9 aydır, 9 ay ana bətnindəsən. 2 ayda xaricdə olub, 11 ay. Deməli, ontogenezin 11-ci ayında artıq boyun əyriliyi formalaşmış olur. Keçik döş. Döş 6-cı ayda formalaşır. Uşaq yavaş-yavaş otura bilir artıq. Bu neçə ilin ontogenezdə? 9 ay embrional inkişaf, 6 ayda post-embrional. 15-ci ayında. Deməli, artıq 15-ci ayında nə formalaşmış olur? Döş əyriliyi. Bel əyriliyi. 12-ci ayında uşaqların əksəriyyəti 1 yaşından sonra yeriməyə başlayırlar. Bu o deməkdir ki, bel əyriliyi 12-ci ayda formalaşdığına görə bu 1 yaşdan kənar təsadüf olunur. Bu da ontogenezin neçənci ay eləyir? 12, 9 üstə gəl 12, 21-ci ayında. Oma əyriliyi isə, oma əyriliyi embrional inkişafda, yəni ananın bətnində formalaşmış olur. Embrional inkişaf zamanı formalaşmış olur.